Son günlər vətəndaşlar arasında su çiçəyi xəstəliyi geniş yayılır. Müşahidələr onu göstərir ki, bu virusa yoluxan şəxslər xəstəliyi təkrar keçirə bilirlər. Buna əsas səbəb həmin şəxslərin immunitetinin zəif olması ilə əlaqədardır. Virus özünü halsızlıq, yorğunluq, temperaturun və səpkilərin olması ilə biruzə verir. Səpkilər ilk olaraq üz nahiyəsindən başlayaraq bədənə doğru yayılır. Mütəxəssislər vurğulayırlar ki, xəstəliyi ən çox peyvənd olunmayan şəxslər keçirirlər. Bu ağırlaşmalar nələrdir? Ensefalit, yəni beynin iltihabı, pnevmoniya, ağciyər iltihabı, hepatit, qaraciyərin zədələnmələri, dəri infeksiyalarına, dəriyə, yaralara ikinci bakteriyal infeksiyaların qoşulması və eyni zamanda bütün bədənə infeksiyanı yayılıb ciddi sepsis durumları gətirib çıxarda bilər. Dediyimiz kimi, bu şəxslərin əgər ağırlaşma yoxdursa, hər hansı ümumi risk qrupunda deyilsə, bu xəstələrə sadəcə simptomatik müalicə yetərlidir. Yox, xəstə ağırlaşmış formada və ya da immun sistemi kəskin zəifdirsə, bu zaman artıq virus əleyhinə müalicələr tövsiyə olunur. Su çiçəyi xəstəliyində səpkilər yayılmazdan 1-2 gün əvvəl virusun digər şəxslərə yoluxma halları başlayır. Bu risk bədəndə səpkilər quruyana kimi davam edir. Məhz buna görə də su çiçəyi virusuna yoluxan şəxslərin minimum 7, maksimum isə 10 gün ərzində karantin rejimində olmaları mütləqdir.